Hər birinizi xoş gördük. Qeyd edim ki, bir il əvvəl belə bir videoya şəxsən mənim ehtiyacım var idi. Çünki Almaniya Şengen vizası yeni metodla, yeni şirkətlə mümkün idi və heç kim bu haqda video çəkməmişdi. Sözün düzü, keçən il özüm ingilis dilində, alman dilində, oradan buradan nə tapdımsa o yolla müraciət edib Şengen vizamı almışdım. Və bu il yenidən aktiv olanda, eyni mövzu, yəni yenidən Şengen vizaya ehtiyacım olanda sıfırdan hər şeyi çəkmək qərarına gəldim. Düşündüm ki, mənə bir il əvvəl lazım idisə və yenidən lazımdırsa, mənim kimi nə qədər insan var, hər kəsə lazım ola bilər. Mən Almaniya Şengen vizasından danışıram. Qeyd edim ki, mən Azərbaycanda ilk beynəlxalq ədəbiyyat agentiyəm və bu işimlə bağlı mən tez-tez xarici səfərlərə gedirəm, kitab sektorundan bağlı müxtəlif kitab sərgilərinə gedirəm, iştirak edirəm, müəllif hüquqlarını təmsil edirəm və beynəlxalq sərgilərdən biri də Şengen zonasında, yəni Almaniyada yerləşən beynəlxalq Frankfurt kitab sərgisidir. İlk və ən qədim kitab sərgisidir dünyada. Həmçinin necə müraciət etdim, nələr etdim, qısaca bunların hamısını sizə göstərəcəm və aktiv qalacağını da inanıram bu videonun. Çünki bir il əvvəl lazım idi, bir il sonra eyni şirkətdir, eyni sənədlərdir, eyni metoddur, dəyişən heç nə yoxdur. Qarşıdakı illər barədə heç nə deyə bilmərəm. Çünki bir il əvvəl şəxsən özüm digər metodları yoxlaya bilməzdim, çünki şirkətlər dəyişmişdi. Deməli belə. Əvvəlcə nə etmək lazım idi? TLC Kontakt deyilən bir sayt var ki, Almaniya Şengen vizasını almaq istəyən, yəni istənilən ölkədən Almaniya Şengen vizasını almaq istəyən hər kəs məhz oradan qeydiyyatdan keçir, ölkəsindən və vətəndaşlığından asılı olmayaraq. Mən özüm də oradan qeydiyyatdan keçdim. TLC Kontakt, bilmirəm, görəcəksiniz inşallah. Yəni belə yazılır. TLC Kontakt. Mən ayrıca da yazacağım. Saytın linkini də qoyaram aşağıdan, götürərsiniz. Deməli, bizə nə lazım idi? Şəxsən mən nə etdim? Öz təcrübəmdən əsaslanaraq deyirəm. Siz ilk növbədə TLC Kontakt, yəni Almaniyanın səfirliyini, Azərbaycandakı səfirliyinin birbaşa əməkdaşlıq etdiyi TLC Kontaktla qeydiyyatdan keçirsiniz saytda. E-mailinizdən qeydiyyatdan keçirsiniz, parolu unutmursunuz, həmin e-maili unutmursunuz. Qeydiyyatdan keçən kimi e-maila bildiriş gəlir, kod gəlir. O kodun əsasında həmin profilinizi aktivləşdirirsiniz. Profili aktivləşdirdikdən sonra siz orada müraciət edirsiniz. Öz tələbinizi açırsınız, tələb açmaq. Tələb açmaq yerində soruşulur sizdən. Gediş məqsədiniz, bu ikinci addımdır. Gediş məqsədiniz hansı tarixləri əhatə edir, kim müraciət edir və pasportun seriya nömrəsi, xarici pasportunuzun seriya nömrəsini yazırsınız və müraciəti basırsınız. Müraciəti basmırsanız elə orada da qalacaq sistemdə. Yəni xəbər tutmayacaq heç kəs. Yəni qeydiyyatdan bir müddət sonra, siz tələbi basdıqdan sonra, tələbi göndərəndən sonra çalışın artıq sənədləri yığmağa başlayın. Məndə heç 1-2 saat çəkdi. Yəni gözləmək. Özüm də təcrübələndim. Bir neçə saata, tələbi göndərən kimi bir neçə saata e-mailimə məlumat gəldi ki, siz qeydiyyatdan keçirsiniz, sizə randevu saatı ayrılıb ayın 20-sinə, 20 iyul saat 9:45-ə. Həftənin təxminən 3-cü günü idi səhvlər arası mən qeydiyyata eləndə. Mənim əlimdə sadəcə 4-cü və 5-ci gün var idi rəsmi sənədləri toplamaq üçün. Öz iş yerimə yazdım, məlumat verdim. Oradan mənə dəvət gəldi. Həm Frankfurt kitab sərgisindən dəvət gəldi. Bildiyiniz kimi mən ora kitab sərgisinə gedirdim və iştirak etməliydim orada sərgidə. İş səfəri sayılır, biznes səfəri sayılır. Biznes səfəri sayıldığına görə də sizin gedişinizi kim qarşılayır, bütün xərcləri həmin şirkətdən ayrı dəvətnamə olmalıdır və həmçinin getdiyiniz ünvandan ayrı bir dəvət olmalıdır. Hər iki dəvətnaməni verdilər. Mən öz iş yerimdən aldığım dəvətnamədə də yazılmışdı ki, bütün xərcləri biz qarşılayırıq. Eyni zamanda da Frankfurt kitab sərgisindən ayrıca bir dəvət gəlmişdi mənim adıma, şəxsən mənə və mənim xarici pasportum nömrəsi ilə ki, biz bu xanımı burada gözləyirik sərgidə iştirak üçün. Eyni zamanda şəkil çəkdirmək lazımdır, yeni şəkil olmalıdır, 6 ayın şəkil olmalıdır. Eyni şəkillə ikinci səfər Şengen vizasına müraciət edə bilməzsiniz. Yeni şəkil olmalıdır hər Şengen vizasında. 2 ədəd şəkili kəsib götürürlər onsuz da sizdən, qalanlar sizə qaytarırlar. İlk dəfə müraciət edənlər üçün yazaram şəkil ölçülərini.
Hə, deməli TLC kontaktdan sizə məlumat gəlir. Məlumat gəlir randevu saatı, yəni hansı saatda siz orada olmalısınız. 9:45 yazılıb mənə. Amma mən 9:30-da orada olmalıyam ki, növbə varsa növbəmi gözləyim, onlara məlumat verə bilim, fürsətim olsun. Yəni bir də yol. Bakının tıxaclarını da nəzərə alsaq, yəni mənə elə gəlir ki, 9:30 heç də yəni çox tez deyil. Deməli, sizə belə bir məlumat gəlir. Burada bütün məlumatlar yazılır ki, siz nə etməlisiniz? Yaxınlaşanda öz xarici pasportunuzu və digər sənədləri götürməlisiniz. Mən ailəli olduğuma görə övladlarımın sənədlərini əvvəlcədən notarial təsdiqlə tərcümə elətdirmişdim ingilis dilinə. Notarial təsdiq olunmuş sənədləri onlar götürmürlər, sadəcə kopyalarını çıxardılar, götürürlər ya da özüm kopyasını aparmışdım. Yəni o kopyaları yığıb toplayırdılar. Həmçinin həyat yoldaşımın şəxsiyyət vəsiqəsinin kopyasını, bizim nikah vəsiqəsinin kopyası və mənə aid xarici pasport və şəxsiyyət vəsiqəsinin kopyası və özləri təbii ki, orijinalları da özümlə götürmüşdüm ki, orada lazım olsa, yəni yenidən kopya etməyə lazım olsa, ehtiyac olsa götürə bilək. Amma ehtiyac olmur adətən. Notarial təsdiq olunmuş fayllar isə xüsusən götürün əlinizdə və yenidən də özünüzə qaytara bilərsiniz. Onlara çünki sadəcə kopyalar lazımdır. Mənə onlar notarial təsdiq olunmuş ingilis dilində tərcümələr ehtiyat lazım idi. Özümdə də saxladım, vermədim. Bəziləri notarial təsdiq olunmuş tərcüməni verirlər, təhvil verirlər və sonra da geri götürə bilmirlər. Bu əlavə bir xərc olur, amma ehtiyac yoxdur. İngilis dilinin tərcümə isə çox vacibdir. Yəni bildiyiniz kimi. Deməli, burada randevunla bağlı saat 9:45-i həmin o dəqiqəsinə kimi, həmin vaxtı mən özümə istəyirəmsə, razıyamsa, həmin pəncərənin, həmin vaxtın ödənişini edirəm. Sizin sadəcə 24 saatınız olur onu ödəməyə, müraciət edirsiniz, yəni orada yazılır, TLC kontaktda öz profilinizə daxil olursunuz, həmin saatı istəyirsinizsə, həmin saatı öz kartınızla, bank kartınızla onlayn şəkildə ödəniş edirsiniz. 60 manat eləyir TLC kontaktın randevu müddəti, günü və saatı. Sadəcə olaraq mən əlavə olaraq mesaj gəlməsini, bildirişlərini almaq istədiyim üçün əlavə 4 manat da ödəməli oldum. Beləcə orada seçimlər olur. Xidmətlərə görə seçirsiniz. Mən ehtiyac görmədim. Sadəcə 4 manatlıq mesaj xidmətini istədim və randevunun ödənişini etdim 60 manat. Toplam 64 manat ödəniş etdim və 64 manatı ödədiyimə dair belə bir sənəd göndərdilər mənə e-maillə. Bu rəsmi sənəddir. Bunu özünüzə götürürsünüz. Həmçinin bu randevunu da özünüzə götürürsünüz. Hər iki vərəqi çap edib özünüzə götürəcəksiniz sənədlərinizlə birlikdə. Onlar buna baxacaqlar ki, siz həqiqətən ödəniş etmisiniz. Həmin saat sizindir, həmin dəqiqə sizindir və artıq ora yaxınlaşa bilərsiniz. Yəni bu vəziyyətdə bu çox vacibdir. Bunu etdikdən sonra təbii ki, artıq mən bilirəm ki, saatı və dəqiqəsi mənimdir. 2 günüm var. Sənədlər toplamalıyam. Uşaqların sənədlərini əvvəlcədən tərcümə elətdirdiyimə görə keçən ildən, yəni onları yenidən tərcümə eləməyə və notarial təsdiqə ehtiyacım olmadı. Onların sadəcə kopyalarını çıxartdım. Həmçinin vəsiqə, nikah sənədi, dəvətnamələri götürdüm. Getdim, şəklimi çəkdirdim, şəklimi hazırladım. Banka getdim. Banka getdim, bankda düzdür. Yəni bütün xərcləri şirkət qarşılayır məni göndərən. Amma yenə də sizin öz hesabınızda da heç olmasa pul olmalıdır ki, yəni sırf mən dediyim kimi onlar bir günə hesablayırlar, təxminən 110 evro ya 120 evro arasında bir günlük büdcə hesablayırlar ki, yəni bu insanın xərcləri qarşılansa belə özünün də pulu olsun. Nə olar, nə olmaz. Yəni belə, bankdan sənəd istəyirlər 6 aylıq dövriyyə, yəni nələr olub, nə xərclənib, nə gəlib, nə pul hesabı var. 6 aylıq o sənədi çıxartmaq, plus viza üçün müraciət etdiyinizə dair bir arayış istəmək, bankdan verilən həmin arayış, məndə Unibank olduğuna görə 10 manat xidmət haqqıdır. Arayışda yazılır ki, Xəyriyyə xanımın hesabında bu qədər məbləğ var, bu evro ilə bu qədər edir, dollarla bu qədər edir. Belə bir arayışdır və 6 aylıq dövriyyə. Məlumat, arxiv məlumatı. Bu qədər. Bunlarla bütün sənədlərimizlə birlikdə həmin randevu saatında, həmin randevu vaxtında görürük. Bütün sənədlərlə TLC-nin binasına yaxınlaşdıqdan sonra, TLC-nin binası yerləşir Dəmirçi Tower'da, yəni Xətai metrosunun yanında. Siz 3-cü mərtəbəyə qalxırsınız, yaxınlaşırsınız, öz TLC-dən olan ödəniş kağızınızı, randevu saatınızı göstərirsiniz və göstərdikdən sonra onlar sizə deyirlər ki, məsələn, bu banka yaxınlaşın, içəridə bank var. Təbii ki, bank deyil, yəni sadəcə ödəniş pəncərəsidir. Sizin sənədlərinizin
çərçivəsidir. Sizin sənədlərinizin hər birini yoxlayırlar, fayldan çıxardırsınız, fayl xaricində onların hamısını bir papkaya, qovluğa yerləşdirirlər və siz rüsum ödəyirsiniz. Şengen vizasının rüsumunu. Bu 67 manat edir. Yəni evro və manat üzərindən bölünəndə 67 manat edir. Bu ödənişin çekidə sizdə qalır və sizə növbə verilir. Növbə ilə içəri keçirsiniz. Həmin kadrlarını göstərəcəm. Mən orada növbədə gözləyirdim. İçəridə bir neçə gözləyirdim. İçəridə bir neçə oturacaqlar var. O oturacaqlara yaxınlaşırsınız. Həmin orada masada oturan şəxs sizə kömək etmək üçün ortada əslində. Yəni siz onları sadəcə özünüzə bir dost, yoldaş kimi görün. Çünki onlar da bizim vətəndaşlarımızdır, bizdən biridir və sizə bacardıqları qədər gözəl bir xidmət etmək istəyirlər. Mən sənədlərimi təhvil verirəm ora, hər kəs sizə sənədlərini təhvil verir, sadəcə ekranda növbəsi çıxmalıdır, ondan sonra yaxınlaşır həmin növbənin qarşısındakı masaya. Bütün sənədlərinizi görəndən sonra hər şeyi yoxlayırlar, necə lazımdır. Ondan sonra artıq sizə deyirlər ki, keçin biometriyə, əl izi, barmaq izlərini götürməyə. Mənim keçən il barmaq izlərinin götürüldüyünə görə bir il sonra ehtiyac yoxdur. Amma ehtiyac varsa, kimsə barmaq izlərini götürəcəklərsə, əlavə olaraq da orada növbə gözləyirsiniz. Dediyim kimi, barmaq izindən sonra artıq gedə bilərsiniz evinizə. Bütün sənədlər toplanır, toplandıqdan sonra bir konvertə qoyulur. Orada səfirliyə necə gedir, hansı vəziyyətdə gedir, hansı qablaşdırmada gedir, onları bilmirəm. Bildiyim odur ki, 3 iş günü ərzində sizin artıq məlumatınız daxil olur, həm mesaj alırsınız, çünki mən 4 manat əlavə ödəmişdim mesaj üçün, həm e-mailınıza gəlir ki, sizin artıq pasportunuz buradadır, telefon kontaktda gəlib götürə bilərsiniz. Orada götürə bilərsiniz. Orada təxminən vaxt verilir sizə. Həmin vaxt ərzində gəlib götürməsəz, sizin pasportunuz yenidən səfirliyə qayıdacaq. Yəni, mən də bunu istəmədiyimə görə, məncə heç kim bunu istəmir. Ona görə də gedirsiniz və öz pasportunuzu götürürsünüz və sizə konvert verilir. Yəni, siz bütün sənədləri təhvil verdikdən sonra sizin əlinizdə sadəcə geri dönüşlü sadəcə bir konvert olur. O konverti açırsınız və onun içində sizin pasportunuz olur və həmin Şengen vizası üçün ödədiyiniz rüsumun vərəqi olur, ödənişin çeki olur. Bu çek sizdə qalır. Amma bunu ödədiyinizə dair səfirlikdən əlavə bir sənəddə həmin konvertdə olur pasportun yanında ki, siz həqiqətən bu Şengen vizası üçün ödəniş etmişdiniz. Açırsınız və Şengen vizası görürsünüz orada. Yox, viza verilməyibsə, verilməmə səbəbi olmalıdır. Mən hələ ki imtina almamışam, almadığıma görə də mən bilmirəm ki, orada imtinada nələr yazılır. İnanıram ki, bu videonu izləyən hər kəs Şengen vizasını alacaq və rahatlıqla istədiyi səfərini edəcək. Məndən bu qədər, amma unutmadan bir mövzunu deyim. Bütün sənədlərdən əlavə bir də ən vacibi Videx'dir. Videx sənədinin doldurulması çox-çox vacibdir. Bu, Almaniya səfirliyinə Şengen viza istəyənlər üçün xüsusi bir sayt var. Mən o saytı da əlavə edəcəm aşağıda. Həmin sayta daxil olursunuz Videx'ə və Videx'də öz məlumatlarınızı ingilis dilində, alman dilini bilirsə, alman dilində doldurursunuz. Məncə, ingilis dilində doldursanız daha yaxşı olar. Orada bütün məlumatları verirsiniz. Eyni olmalıdır sənədlərinizlə. Getdiyiniz tarix, qayıtdığınız tarix, ad, soyad, bütün hamısı xarici pasportda necəsə el olmalıdır. Bütün nə lazımsa məlumatlar, niyə gedirsiniz, kim qarşılayır səfəri, harada qalacaqsınız.
Eyni zamanda Videx-dən əlavə onu təbii ki, çap edəcəksiniz. Bütün bunları çap edəcəksiniz. Yəni saxta qalmamalıdır. Həmçinin sizə TSE-dən gələn bütün sənədlər. Videx-i çap edəcəksiniz. Orada sizə dəstək olan içəridə TSE kontaktda sizin sənədlərinizə baxan xanım da onları yoxlayacaq ki, görək sənədlərimiz uyğun gəlir bir-birinə yoxsa yox, gəlmirsə orada düzəliş edəcəklər, sağ olsunlar. Yəni belə bir yəni o xidmət haqqı aldıqlarına görə 60 manat. Yəni o xidmət haqqının içinə daxildir bütün bunlar. Yəni ona görə ödəyirsiniz yəni bu pulu. Yəni boşuna ödəniş deyil. Bu ayrı ödənişdir 67 manat, vizanın özünün ödənişidir 60 manat da. Sırf yəni o xidmət haqqıdır ki, siz əvvəldən TSE-də həmin pəncərəni almaq üçün, həmin saat almaq üçün ödəmişdiniz. Bir də qeyd edim ki, siz eyni zamanda təyyarə bron etməlisiniz. Həmin tarix üçün bron etməlisiniz, almalı deyilsiniz təyyarə biletini. Çünki vizanız yoxdursa, təyyarənin biletini ala bilməzsiniz. Əlavə bir sual yaradacaq ki, siz viza almadan niyə almısınız təyyarənizi? Yəni 3 günlük bron edin, ödənişli bronlar var. Bilmirəm ödənişsiz bronları. Mən bildiyim ödənişli bron var. 35 manat təxminən edir Türkiyə Hava Yollarından. Həmin tarixləri, gedəcəyim tarixlər üzrə mən bron etdim 3 günlük, aktiv oldum 3 gün ərzində. Hətta yəni onun 3 günü tamam olmadan artıq mənim vizam artıq hazır idi. Xəbərini aldım ki, gəlib götürə bilərsiniz. Eyni zamanda otel, həmin gedəcəyiniz tarixlər üçün otel bron etməlisiniz. Ödənişsiz bronlar var Booking.com-dan. Daxil olursunuz sayta, seçirsiniz həmin tarixlərdə hansı yəni ödənişsiz ləğv etmə xidməti olan hər hansı bir oteli. Əziz izləyicilər, inanıram ki, bu video hər birinizə kömək olacaq və Şengen vizanızı asanlıqla əldə edəcəksiniz. Unutmayın, sənədləri riayət etmək lazımdır. Hər biri yerində olmalıdır, qaydasında olmalıdır. Siyahını sizə verəcəm, linklərini də verəcəm. Bu videoya baxan hər kəsin Şengen vizası pasportunda olsun. Sağ-salamat, yolunuz açıq olsun. Sağ olun.